Saxsı tərkibli kərpiçlərin bölgüsü əsnasında suyun və sementin tərkibində olan mineral duzlar müəyyən bir müddətdən sonra buxarlanma nəticəsində yavaş-yavaş kərpicin üzvlərdən çıxmağa başlayır. Bunu da qarşısını almaqdan ötürü asid tərkibli maddələrdən bizim şəxsən üzüm sirkəsindən istifadə edirik. Bu maddəni püskürtmə yolu ilə, qursa yolu ilə fərqi yoxdur. Bu kərpiçlərin üzərinə vurulur və o duzun mineral duzların səthəyə çıxmasının qarşısını alır. Gördüyünüz kimi biz vurduq. Həm kərpicin öz orijinal rəngini qaytardı özünə. Həm də ki, kərpic donuzlarını çəkəndən sonra artıq o duzları reaksiya edərək səthəyə çıxmalarının qarşısını alır. Birazdan ikinci üzdə bu işimizi tamamlayır. İkinci üzdə vurduq, keçən. Buna da silkəlmə prosesi ilk başlayır.